Salam dəyərli şagirdlər, bu gün biz 8-ci sinif kimya dərsliyində 6.1 turşular mövzusunun başlığı altındakı sualların izahına birgə baxacağıq. Əvvəlcə öyrəndiləriniz tətbiq yerinə baxaq. Eyni sayda sulfat və nitrat turşusu molekullarının tam dissosiasiyasından alınan ümumi iyonların say nisbəti necə olar? Uşaqlar, biz bilirik ki, sulfat turşusu 2 əsaslı turşudur, nitrat turşusu isə 1 əsaslı turşudur. Buna görə də sulfat turşusu 2 mərhələdə dissosiasiya edəcək, nitrat turşusu isə 1 mərhələdə dissosiasiya edəcək. Əvvəlcə sulfat turşusunu dissosiasiya eləsək, birinci mərhələdə H müsbəti ilə HSO4 mənfi alınırdı. İkinci mərhələdə HSO4 mənfi, H müsbəti ilə SO4 2 mənfini yaradacaq. Bunları tərəf-tərəfə toplasaq, HSO4'lər gedər. Ümumi tənliyimiz HCSO4 2H müsbət üzərinə gəlinsin, SO4 2 mənfini yaradar. İyon sayımız olacaq 2 burada və 1 burada olduğu üçün 3 iyon. İndi nitrat turşusunda dissosiasiya etsək, bir əsaslı turşu olduğu üçün 1 mərhələdə dissosiasiya olunacaq. H müsbəti ilə NO3 mənfini əmələ gətirəcək. Buradan da görürük ki, 1 və 1 cəmi olacaq 2 iyon. Say nisbəti isə 3 bölünsün 2 şəklində olacaq. İkinci suala baxaq. Şagirdlər X, Y, Z maddələrini ayrı-ayrı qablarda distilli olmuş suda həll etdilər. Bu məhlulların elektrik keçiriciliyini yoxladıqda nəticə şəkildəki kimi oldu. Bu təcrübədən hansı nəticələr çıxır? Uşaqlar, biz nə görürük? Biz görürük ki, X maddəsində lampa yanmır, Y maddəsində lampa parlaq yanır, Z maddəsində isə lampa biraz daha zəif yanır. X maddəsində nə var uşaqlar? İyonlar var. Amma bu iyonlar hər hansısa bir yerə hərəkət eləmir. Buna görə də X qabı qeyri-elektrolit olacaq. İyonların hərəkəti baş vermir. Buna misal olaraq biz məsələn şəkəri və yaxud da spirti aid edə bilərik. Y maddəsində isə lampa parlaq yanıbdır. Müsbət və mənfi yüklü iyonlar vardır. Onlar əks istiqamətə doğru hərəkət edirlər. İyonlar nə edəcək? Elektrik cəryanını yaxşı şəkildə daşıyacaq. Buna görə də məhlul elektrik cəryanını yaxşı keçirəcək. Məsələn, buna biz H kloru, nitrat turşusunu, klorit turşusunu və sulfat turşusunu aid edə bilərik. Yəni güclü turşulara aid edə bilərik. Daha sonra Z-də isə lampa neyiniyib? Daha zəif yanıb. Burada da görürük ki, iyon sayı daha azdır. Yəni iyonların hərəkəti daha zəif olduğuna görə qismən dissosiasiya hadisəsi baş verəcək və elektrik cəryanını keçirməsi də zəif olacaq. Buna da misal olaraq biz məsələn sirkə turşusunu aid edə bilərik. Yəni CH3COOH. Öyrəndiləriniz yoxlayına baxaq. Nitrat, karbonat və sirkə turşularının turşu qalıqlarını, həmçinin onlara uyğun aniyonların yükünü müəyyən edin. Gəlin müəyyən edək. Əvvəlcə nitrat verib, nitratı dissosiasiya etsək, bir mərhələdə dissosiasiya olunacaq, H müsbəti ilə NO3 mənfi iyonunu əmələ gətirəcək. Bizdən turşu qalığını istəyir. Turşu qalığımız olacaq NO3 mənfi, həmçinin onlara uyğun olaraq aniyonun yükünü istəyir. Uşaqlar, aniyonun yükü hidrogenin sayına görə müəyyən olunur. Həmçinin biz buradan da görə bilərik ki, aniyonun yükü nədir? Mənfi 1-dir. Daha sonra karbonat verib bizə. HCSO3'dür. 2 əsaslı turşudur. Zəif turşudur. Zəif turşu olduğu üçün təbii ki, 2 mərhələdə dissosiasiya eləyəcək və ox 2 başlı olacaq. Birinci mərhələdə H müsbəti ilə HCO3 mənfini əmələ gətirir. İkinci mərhələdə HCO3 mənfi dissosiasiya eləyəcək. H müsbəti ilə CO3 2 mənfini əmələ gətirəcək. Bizdən turşu qalığımızı istəyir, olacaq CO3 2 mənfi və ona uyğun olaraq aniyonun yükü isə nə olacaq uşaqlar? Nə görürük burada? Mənfi 2. Daha sonra bizdən sirkə turşusunu istəyirdi. Sirkə turşusu CH3COH şəklində yazılır.
dissosiasiya eləyir. Dissosiasiya nəticəsində C2 turşusu da zəif turşu olduğu üçün 2 başlı ox yazırıq. CH3 CO mənfi üzərinə gəlinsin H müsbət. Buradan da turşu qağımız olacaq CH3CO mənfi və anionun yükü isə olacaq nə uşaqlar? Mənfi 1 və yaxud da hidrogenin sayına görə 1 olduğunda müəyyən elədik. İkinci suala baxaq. H-xlor O2, HCSO4 turşularının molekul quruluşlarını təsvir edin və onların əsaslığını quruluşları ilə əlaqələndirin. Gəlin əvvəlcə quruluşlarını yazaq uşaqlar. H-xlor O2-ni yazsam, hidrogen oksigendir. Oksigen birləşəcək xlora və xlor da yenidən birləşəcək oksigenə. HCSO4-ü yazsaq, gələcək kükürdə birləşəcək, kükürt də oksigenə birləşəcək. Aha, indi bizdən quruluşlarını istəyirdi, təsvir elədik bunu və onların əsaslığını quruluşları ilə əlaqələndirin. Uşaqlar, biz mövzusunu öyrənərkən də qeyd elədik ki, turşu molekulunda olan hidroksid qruplarının sayı turşunun əsaslığını müəyyən edir. Biz görürük ki, burada hidroksid qrupunun sayı bir dənədir. Buna görə də bir əsaslı olacaq. Burada isə hidroksid qruplarının sayı nə qədərdir? Biri buradadır, biri də buradadır. Yəni, 2 əsaslı olacaq. H-xlor O2 oldu 1 əsaslı, HCSO4 oldu 2 əsaslı. Üçüncü suala baxaq. Elektrolitik dissosiasiya nədir? Bir nümunə üzərində elektrolitik dissosiasiya hadisəsini izah edin. Biz bunda öyrəndik ki, maddələri suda həll etdikdə və yaxud da əritdikdə onların iyonlara ayrılması hadisəsinə elektrolitik dissosiasiya hadisəsi deyilirdi. Elektrolitik dissosiasiya ən sadə nümunə, məsələn, natrium xlor dissosiasiya eləyir. Natrium müsbət ilə xlor mənfi əmələ gətirir. Sonuncu suala da baxaq. Nitrat turşusu məhlulu elektrik cəryanını keçirirmi? Bəli, uşaqlar, nitrat turşusu məhlulu elektrik cəryanını keçirir. Nitrat turşusu, xlorid turşusu və sulfat turşusu qüvvətli turşulardır. Onların yəni molekulu məhlulda iyonlara tam şəkildə ayrılır. Suda məhlulunda daha çox sayda iyon olduqlarına görə məhlul elektrik cəryanını yaxşı keçirəcək. Nitrat turşusu məhlul elektrik cəryanını keçirirmi? Bəli, yaxşı keçirəcək. Çünki onlarda iyon sayı çoxdur, məhlul elektrik cəryanını yaxşı keçirmiş olur. İzahımız bu qədər idi. Ümid edirəm ki, aydın oldu sizə hər bir şey uşaqlar. Bilmədiyiniz, başa düşmədiyiniz hissələri də qeyd edə bilərsiniz. Videonu bəyənməyi, rəy yazmağı və abunə olmağı unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.